Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi To Lamı və xanımı No Pon Lini qarşıladılar. Qaravul, fərağat! Qaravullar! Al! Diqqət sağa! Fəxri Qarol dəstəsinin rəisi Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibinə raport verdi. Cənab Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi, sizin Azərbaycan Respublikasına gəlməyiniz şərəfinə Fəxri Qarol düzülüb. Qarol rəisi Polkovnik Leytenant Quliyev. Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının dövlət himləri səsləndirildi. Fəxri Qarol dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi To Lamın qarşısından keçdi. Sonra rəsmi foto çəkdirildi.